Statistikaya görə siqaret çəkən insanlarda ağız boşluğu və böyrəklərdə onkolojik xəstəliklərə daha çox rast gəlinir. Bunun əsas səbəbi siqaretlərdə və əsasən müasir dövrdə olan elektron siqaretlərin tərkibində olan çox miqdarda kanserogen maddələrin olmasıdır. Əsasən gündəlik su normasını az içən insanlarda bu daha çox rast gəlinir. Nəyə görə? Çünki siqaret çəkəndən sonra su qəbul etmədikdə ağız daha da çox quruyur və ağız boşluğunda bakteriyaların yaranmasına səbəb ola bilər. Və gün ərzində 2,5-3 litr su qəbul etmədikdə ağız uzun müddət quru olur və təbii ki, böyrəklərdə də sidiyə getmə prosesi az olduğuna görə həmin kanserogen maddələr ağız boşluğunun divarında və sidik hissəsinin divarında qalaraq gələcəkdə onkolojik xəstəliklərin yaranmasına səbəb ola bilər. Bir həkim kimi tövsiyəm təbii ki, ilk olaraq siqaret çəkməməkdir. Amma əgər siz siqaret çəkirsinizsə, mütləq gün ərzində su normanıza diqqət yetirin ki, gələcəkdə onkolojik xəstəliklərə rast gəlməyəsiniz.